Bismillahirrahmanirrahim. Dəyərli müsəlmanlar, sizlərə böyük İslam alimi Əbu Hənifə Nu'man ibn Səbit rahiməhullah haqqında qısa danışmaq istəyirəm. Fiqh elminin əsasını qoymuş bu məşhur alimin babası deyilənə görə Kabildəndir. Əbu Hənifə hicrətin 80-ci ilində Bağdad şəhərində anadan olmuşdur. Sonradan Kufə şəhərində məskunlaşmışdır. İmam Zəhəbi rahiməhullah onun barəsində Siyar A'lamən Nubələ əsərində deyir ki, o, böyük imam və fəqih, İraqın məşhur alimidir. 80-ci ildə Bağdadda dünyaya gəlmişdir. Rəvayətlərə görə Ənəs ibn Məlik radiyallahu anhu'u görmüşdür. Lakin ondan və ya digər sahabələrdən heç bir şey nəql etməmişdir. Hafiz ibn Kəsir Əd-Diməşqi rahiməhullah onun haqqında deyir ki, İmam Əbu Hənifə Ən-Nu'man İraqın fiqh alimi, İslamın böyük və məşhur alimlərindən biridir. 4 böyük İslam alimindən biridir. 4 alim arasında ən qədimdə yaşayanı odur. Belə ki, o, bəzi sahabələri görmüşdür. Bir çox alimlərə görə Əbu Hənifə rahiməhullah tabiinlərdəndir. Onun tabiinlərdən olduğunu deyənlər də var. Belə ki, bəzi rəvayətlərdə gəlir ki, o, Bəsrədə Ənəs bin Məlik radiyallahu anhunu görüb. Hər bir halda o, Ənəs bin Məlikin, Abdullah bin Əbu Əvfənin, Səhl ibn Sə'd Əs-Sə'idinin və bəzi başqa sahabələrin vaxtında bir müddət yaşayıb. Ənəs bin Məliki görməsi isə Xatib əl-Bağdadinin Tarixi Bağdad əsərində qeyd olunur. İmam Suyuti rahiməhullah da onun Ənəs bin Məlik radiyallahu anhunu gördüyünü deyib. Bəzi alimlər isə bunun əksini deyiblər. Məsələn, Xatib Ət-Təbrizi rahiməhullah deyir ki, Əbu Hənifə heç bir sahabəni görməyib və heç bir sahabədən rəvayət eləməyib. Ona görə də onun tabiin olub olmaması ixtilaflıdır. Əbu Hənifə rahiməhullah bir çox tabiinlərdən rəvayət eləyib. Misal üçün Həkəmdən, Muhammed bin Əbu Süleymandan, Ekrimədən, Ata bin Əbu Rabahdən, Qatədədən, Zuhridən və digər tabiinlərdən rəvayətlər eləyib. Ən məşhur tələbələrindən isə Qazı rəqəbli Əbu Yusuf Yaqub ibn İbrahim Əl-Ansarini, Muhammed ibn Həsən Əş-Şeybənini, Zufər ibn Hüzeyli və Həsən ibn Ziyadı göstərmək olar. Baxaq görək dövrünün alimləri onun barəsində nə deyiblər. Ümumiyyətlə, elə bir alim yoxdur ki, dövrünün alimləri, digər alimlərin hamısı onu tərifləsin. Elə bir adam yoxdur. Əksinə, adətən insana öz dövrünün alimləri tərəfindən həsəd aparılır. Məhz buna görə də hədis elmində belə bir qayda var ki, eyni dövrdə yaşamış alimlərin bir-birləri haqqında dedikləri artıq əksik sözlər qəbul olunmur, rədd olunur. Əfsuslar olsun ki, günümüzdə bu qaydaya məhəl qoyulmur və həsəd ucbatından elmli adamlar bir-birlərinin barəsində nalayiq ifadələr işlədirlər. Ona görə də biz müsbət keyfiyyətlərə diqqət yetirməliyik. Abdullah bin Mübarək rahiməhullah deyir ki, mən fiqh elmində Əbu Hənifə kimisini görməmişəm. Yəhyə bin Səid Əl-Qattan rahiməhullah deyir ki, Əbu Hənifənin rəyindən daha gözəlini görməmişik. İmam Şafii rahiməhullah İmam Malikdən bir dəfə soruşur ki, Əbu Hənifəni görmüsənmi? Deyir, bəli, görmüşəm. Kim fiqh elmini dərindən öyrənmək istəyirsə, bilsin ki, o Əbu Hənifənin ardınca gedir. Sufyan Əth-Thawri rahiməhullah deyir ki, Əbu Hənifə öz dövrünün ən böyük fiqh alimidir. Olduqca təqvalı bir adam idi Əbu Hənifə rahiməhullah. Əməvilər dövründə onu Kufədə qazı təyin etmək istəyirlər. Lakin o bundan imtina edir. Dövrünün işverənləri
onun barəsində şikayətlər edirlər və Əbu Hubeyra ona 10 gün ərzində gündə 10 ədəd olmaqla ümumilikdə 100 şallah vurdurur. Sonra Əbu Hubeyra görür ki, Əbu Hanifə israr edir, istəmir vəzifə, onu buraxdırır. Həmçinin rəvayət olunur ki, Əməvilər dövlətinin vaxtında ona təklif olunur ki, Beytulmala nəzarət etsin. İndiki dillə desək, maliyyə naziri olsun. O da bunu rədd edir, razı olmur. Buna görə də ona 20 qamçı vurdururlar. Abbasilər dövlətinin vaxtında Əbu Cəfər el-Mansur onu Küfədən Bağdada gətizdirir. Ona əmr edir ki, qazı kimi fəaliyyət göstərsin. Müasir dillə desək, ədliyyə naziri olsun. Əbu Hanifə yenə razılıq vermir. Deyir, mənlik deyil vəzifə. Axırda Əbu Cəfər el-Mansur onu həbs elətdirir və elə həbsxanada da vəfat edir. Şureyk-ən Nəxai rahiməhullah onun barəsində deyir ki, Əbu Hanifə çox az danışardı, çox vaxt susardı və düşünərdi. Çoxlu gecə namazı qılardı, təhəccüd namazı qılardı və çoxlu Quran oxuyardı. İmam Əbu Hanifə rahiməhullah deyir ki, hökmü Allahın kitabından və Rəsulullahın sünnəsindən götürürəm. Orada tapmadıqda səhabələrin sözünü əsas götürürəm. Bu da müyəssər olmadıqda öz rəyimlə ictihad edirəm. Həmçinin buyurur ki, əgər görsəniz ki, mənim rəyim Allahın kitabına və Rasulullah sallallahu aleyhi və səlləmin sünnəsinə ziddir, rəyimi tərk edib Allahın kitabını və Rəsulunun sünnəsini əsas götürün. Əbu Hanifə rahiməhullah hicrətin 150-ci ilində Bağdad şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur. Uca Allahdan diləyirik ki, bizlərə haqqı haqq olaraq göstərsin və ona tabe olmağa müvəffəq etsin, batili də batil olaraq göstərsin və ondan uzaqlaşmağa müvəffəq etsin. Amin. Vəlhamdülillahi Rabbil aləmin.